Salama doğma vatan. Allah'a şükür 30 yıldan sonra geldik doğma torpağımıza. Hayırlı olsun. Çok sağ olsunlar. Cenab-ı Allah Başkanlığı'na. Allah şehitlerimize rahmet eylesin. Sağ olsunlar, var olsun. Biz inanılmaz şekilde 32 ildən sonra öz torpağımızı öz kəndimizə qoymuşuq. Hoş geldiniz. Azərbaycan hamısı bizim vətəndir, amma kəndimiz başqadır. Əli Elvan sahibə Yahya qızı. İcade bir dönüm geri, göz yaşımı sil, kengərdir. Yarı səni alan gündən qovrulmuşam od üstə mən. Səndən əziz doğma vətən yoxdur mənə kəngərdir. Tək adımdan güc almışam, harda qalıb güc salmışam. Yusifinem, qocalmışam, aç qollarını kəngərdir. Gəl qovuşaq, kəngərdir. Çox sağ olun. Allah aşkına çok sevinçliyim. Bayatmış olsun kendimizi. Sevincimizin her türlü yok. Mübareksiniz. Hemşehriyiz doğmanızda gidelim de.
Hansı kənddir? Pirasanlı Kəngərisindən. Atam burada doğulub. Sən indi hardasan? İndi mən evimizdəyim. Evimiz xoşuma gəlir. Mən istəyirdim ki, buranın qapısını birinci dəfə mən açım. Mən bunu elədim. Çox xoşuma gəldi. İndi bura bizim mətbəximizdir. İşıqlıdır, gözəldir. Yolda görünür, həyət də görünür. Mən burada böyük məktəbə gedəcəm. Kəndimizi sevdim. Salam aleyküm, xeyirli olsun. Xoş gəlmisiniz evinizə, eşiyinizə, yurdunuza. Kimdir evin yiyəsi? İnansız bura gələn gündən bizim o təəssüratı mən sözlə tapmağa ifadə eləyəmirəm, yəni o hisslərimi. Siz köçə kömək eləyirsiniz. Köməklik qohumdur, mənim oğludur. İlk öncə Allah şəhidlərimizə rəhmət eləsin. Yəni bütün bax bu gözəlliklər üçün, bu yaşadığımız günlər üçün ancaq şəhidlərə minnətdarıq. Allah dövlətimizi qorusun. Bu prezidentimizin müstəsna xidmətinin nəticəsidir. Bugün biz burada bax bu yaşayırıq öz torpağımızda. Gözəldir, həqiqətən gözəldir. Qoy bütün dünya görsün ki, yəni millətimiz nəyə qadirdir, dövlətimiz nəyə qadirdir. Bu dövlətin gücü budur. Həmrəylik budur, yumruq bax budur. Mənim oğludur, bunlar burada yaşayıb vaxtilə, sonra köç olublar, uzun müddət kənarda yaşayıblar 30 ildən artıq. Yəni gəldi kömək elədi bura köçürməyə. Evin sahibi də bu şahiqdir. Mənim oğludur. Qardaşım oğludur, bura gələn. Bunun ağır yükləri vardı, ona köməyə gəldik. Xeyirli olsun. Xoş günlərinizə gələk həmişə. Evinizdə, eşiyinizdə, yurt yuvanızda gözəl günlər görəsiniz. Çox sağ olun, minnətdaram. Bizim burada xatirələrimiz var, mənim uşaqlıq xatirələrim var. Kətdən 11 yaşında çıxmışam, hal-hazırda mənim 44 yaşım var. Yəni mənim yadımdadır. Hətta kəndin hər bir küçəsi yadımdadır. Təbii ki, indi o relyefi dəyişibdir də indi. Dağıntı olub, müharibə vaxtı, sonra bu binaların tikilməsi vaxtı. Ancaq bizə doğmadır, bizim torpaqdır, bugün biz buradayıq. Allah dövlətimizi var eləsin, bayrağımızı uca eləsin. Biz də öz növbəmizdə tikərik, qurarıq, abadlaşdırarıq. Neçə nəfərli Allah köməyiniz ailəsiz? olsun, 5 nəfər ailə üzvüdür. Olar keçək baxaq. Buyurun, xoş gəlmişsiniz. Niyə də olmur? Buyurun. Bir daha xeyirli olsun. Neçə otaqlıdır eviniz? 3 otaqdan ibarətdir, bu mətbəxdir. Mətbəxinizdir. Hələ təmizlik hazırlayır. Təmizlik işləri gedir, bəli. Bu qonaq otağıdır. Qonaq otağımız böyük otaqdır. Bəli. Bu bir başqa otaqdır. Yataq otağı, bu da yataq otağı. Bu da yataq otağıdır, sanitar qovşaqdır. Gözəl evdir. Minnətdaram. Düşərli olsun sizə. Sizin də ayağınız bura düşərli olsun. Ev də sizə düşərli olsun. Var olun. Həmişə həsrətində olduğunuz gözəl günləri yaşayasınız. Bəli, Allah köməyiniz olsun. Minnətdaram. Sağ olun. Salam, hər vaxtınız xeyir olsun. Xoş gəlmisiniz evinizə, eşiyinizə, yurdunuza. Mənim üçün bu ən əziz gündür. Mənim üçün bundan əziz gün yoxdur. Mən həmişə arzulamışdım ki, Allah o gün mənə qismət eləsin, o torpağa qayıdım.
Mən özüm 2-ci qrup Qarabağ qazisiyəm. Qabaqçı müharibədə 4-5 il olmuşam, 3 dəfə yaralanmışam. Bu müharibədə elə 44 gündə post olmuşam, könüllü olmuşam, uşaqlarla birlikdə. Bu kəndə də iş gələn mən olmuşam. İşğaldan sonra bu kəndə iş gələn mən olmuşam. Azad olunandan sonra. Azad olunandan sonra iş gələn mən olmuşam. O vaxt hərəkətlər axırıncı çıxan da mən olmuşam. Bu günə min şükür ki, yenə də bu kəndə sağ salamat, Allah canını sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, Allah dövlətimizi qorusun, Allah qazilərimizə şəfa versin, Allah canını sağ eləsin. Neçə nəfərlik ailəsiz? 6 nəfər, Neçə otaqlı evdir? 4 otaq. Həyatın bir möcüzəsidir, təzədən bu şəhiddə gəlib qayıdıb yaşamaq. Əvəzsizdir, əvəz olunmaz bir hissdir ki, yəni mən belə bu. Mən inanırsınız, dünən İsrail köçləriyəm, yəni mən kəngəliyə qayıdıram, yəni kəndə köçürəm. Adama belə interes adam olur, başa düşdüm. İnandırıcı gəlmir. Həqiqətən. Heyrətlənirsən. Həqiqətən elədir. Salam, mən Röya. Kəngərli kəndinə gəlmişəm və burada olduğum üçün çox xoşbəxtəm. 11 yaşım var. 5-ci sinif şagirdiyəm. Mən bura gəlməzdən öncə hələ buraların təməli təzə-təzə atılırdı. Yəni buralara ilk dəfə gəlirdim. Bura haqqda danışıblar ki, oralar çox gözəl olub, havalar çox təmiz olub, hər kəs mehriban olub. Biz buraya ailəmlə köçmüşük və mən buranın təmiz havasını, mehribanlığını hiss edirəm. Arzularım odur ki, mən Kəngərli məktəbimdə 1-ci olum və orada gözəl təhsil alım. Velosiped çox sürmüşəm. Velosiped sürəndə biz həmişə gözümüzü yoldan ayırmamalıyıq, diqqətli olmalıyıq. Velosipedi təxminən 8-9 yaşımdan sürürəm. Məncə hər qız velosiped sürə bilər. Yəni velosiped sürmək adamı möhkəm eləyir, güclü eləyir, qoçaq eləyir və velosiped sürmək boyu da uzadır. Biz bu kəndə gəlmişik. Baxıram, enli küçələr, enli yollar var və velosiped yollar var. Mən artıq bu küçələrdə ürəklə velosiped sürə bilərəm. Gözünüz aydın olsun, eviniz mübarək olsun, içində gözəl günlər, xoş günlər görəsiniz. Bugün köçürsünüz, eləmi? Kimdir evin sahibi? Çox gözəl. Neçə nəfərsiniz?
5 nəfərdən ibarətdir. Oğlumdur, biri məndəndir, uşaqlardır, 2 dənə, bir oğlu, bir qızı. Necə hissdir burada olmaq? Buradakı hissi mən çox çətin anlada bilərəm. Onu yaşayan bilər, yaşamayan bilmir. Çox gözəl hissdir, öz vətənə gəlmək. Düzdür, itirdiklərimiz də çoxdur. Yəni, bu günü çox görmək istəyənlərimiz var idi. Onlara qismət olmadı. Amma yenə şükür balalarımız Allah dəyməsin. Neçə yaşında çıxmısınız buradan? 26 yaşında. İndi 63 yaşım var. Balaca oğlum 3 yaşındaydı. Qucağımızda 3 yaşında çıxmışıq. Böyük qızım 2-ci sinifə gedirdi. Bu oğlumsa 1-ci sinifə gedirdi. Bir aydı. Dərsə gedirdilər, məktəb bağlandı. Gəldi, vayen yığışdı məktəbə. Çox əziyyət çəkmişik. Ergi qəsəbəsində yaşamışıq. Qəsəbədə yox, Yəni bir ferma kimi bir ərazidə getdik, yaşadıq. İndi gənə bu günə şükür. Arzularımız böyükdür. Balalarımızın xoş günün görək, bəlkə əziyyətlərimizi heyli unudaq. Siz neçə yaşında çıxmısınız buradan? Deməli, çox qürur verici işdir. Mən də qeyd edeyim. Mən buradan çıxanda 1-ci sinifdə oxuyurdum, 6 yaşım var idi. İndi 40 yaşım var. İndi mənim övladımın, balaca övladımın 12 yaşı var. 30 ildir gözləyirdim, hər başımı yastığa qoyanda fikirləşirdim ki, mənim məktəbim gedən yollar budur. Gəlib gördük ki, heç bir şey yoxdur, hər şey xaraba virana dönübdür. Ağdam azad olunandan sonra gəlmişdiniz də? Bəli. Öz kəndimizə də gəlmişik. Yəni, çox şükür bu günə, min şükür. İndi gözəl məktəbiniz də var. Gözəl məktəbimiz var, uşaqlarımız gedib təhsil alacaq. Gözəl idman meydançaları var. Hər bir şərait var, bu günə şükür. ...1960-cı ilin avqust ayının 23-də anadan olmuşam. Orta məktəbi Kəngərli kənd 8-ci illik məktəbi qurtarmışam. Ondan sonra 9-cu, 10-cu sinifi Ağdam şəhər 6 nömrəli məktəbdə oxumuşam. Sonra PMK 6-da işləmişəm və nəhayət Qazaxıstanda işləmişəm. Gedmişəm Qazaxıstana və bu maşını tümenindən gətirmişəm. Və çıxanda bu maşınla çıxmışam kətdən. Və bu maşınla da bugün qayıtmışam. Nədir bu maşının xatirəsi, özəlliyi sizin üçün? Maşının xatirəsi odur ki, bütün cavanlığım bu maşında keçib. Mən bu maşını alanda biraz işlənmişdi, 23-24 yaşım vardı. Bütün xatirə hamısı bax bu maşında, cavanlığım bu maşında keçib. Böyük oğlumun vardı 7 yaşı, 1-ci sinifə Ağcabədi rayonunda gedib, qızımın vardı 3 yaş. İndi bugün qızım da buradadır və 3-4 yaşlı qızı var. Özü yaşında olmaqla bərabər, qızı da bu günləri həmən yaşdadır. Siz burada bugün ilk dəfə gecələyəsiniz. Bəli, bu günləri ilk dəfə gecələyəcəm. Bu hansı hisslər oyadır sizdə? Hansı hisslər oyadır deyəndə, vallahi onu sözlə demək mümkün deyil. Nə qədər o tərəfdən yığırsan, bu tərəfdən yığırsan, alınmır ki, alınmır. Adam qəhərlənir, neçə il bundan qabaq nə olub, nə tər olubdur. İndi belə baxıram, mənə bir xəyal kimi gəlir. Ki, belə bir şey olardı, yəni həyatda. İndi sinif yoldaşlarımla görüşürəm, müəlliməmlə görüşdüm burada. Mənə 1-ci sinifdə
birdən 4-ə kimi dərsdən müəllimə ilə görüşdüm. Ballı müəllimə, Qəhrəmanova Ballı. Onun 76 yaşı var və bizim 50 illiyimizdir. Biz belə bir uşaqlarla söhbət elədik ki, öz tələbə yoldaşlarımla. Bu hər şeyi yer yurd eləyək, yığışaq yerimizə. Bir həftəyə qədər yığışaq gələk müəllimə gilə və gələk keçmiş xatirələrimizi yad eləyək. Biz heç ağlımıza da gəlməzdi ki, belə bir şey olacaqdı. Hər bir şey dəyişilibdir. İndi cavanlardan təxminən soruşuruq ki, bu kimin oldu? Oxşadırıq ki, məsəl üçün, filan kəsin oldu. Elə bir şey tanıyırıq da, indi o... Bax, 30 il bizdən belə şeyləri alıb. Bəli. Allah prezidentin canını sağ eləsin, bizi gətdi yığdı bir yerə. Bugün hamımız bir yerdəyik. Neçə nəfərlik ailəsiz? Biz 6 nəfərik. Neçə otaqlı evdir? 4 otaqlı ev düşdü bizə. Hansı ki, o ev ki, prezident oğlu ilə bizim evdə olmuşdu. Mən heç ağlıma da gətirməzdim ki, prezidentin ayağı bizim evimizdə dəyir. Bizə verilən evə dəyir. Kənd tikilən vaxtı gəlmişəm, bax o evin yanında saxlamışam, bax bu bizə verilən evin. Və bu kapotun üstündə çörək yemişik. Xankəndindən gəlirdim. Deyirdim ki, görən ilahi, yəni biz bura qayıdacağıq, amma tez bir zamanda qayıtdıq. Həmən evdə gəldim, mənə düşdü. İndi Allah verən ömürdür, nə yaşayarıq, qismət Allahdan. Elə bilirəm ki, bu gündən sonra biraz yaşaya bilərik, rahat. Da yazılmır ki, müvəqqət olaraq. Yazılır ki, əbədi olaraq. Qismət Allahdan. İlk dəfə bura gələndə mənə bir cür gəldi ki, görən bu harda tikilib, bura haradır. Heç bir əsər əlamət yoxdur. Maşına mindim, çıxdım kəndin aşağı tərəfinə. Gördüm qəbirstanlığımız oradadır. Dedim, hə, indi bura bizim kəndimizdir. Və fikirləşirdim ki, bax bunu görən neçə ilə təmizləyəcəklər. 10 il çəkəcək, 15 il çəkəcəklər ki, bu zibili buradan yığıb götürsünlər. Amma şükür, bugünəki prezidentimizin səyi nəticəsində 3 il yarımı bizi yığdı bura. Heç ağlıma da gətirmirdim ki, yəni görən mənim ömrüm çatacaq. Mənə yuxu kimi gəlir ki, yəni bu kətdəyəm mən. Bəy qızıma deyirəm ki, qızım, məni çimdiklə, bəlkə yuxudayam mən. Deyir, ayətlə, yuxu nədir deyir. Biz real həyatdayıq və burada kəngəridir. Düzdür, deyir, mən 3 yaşında çıxmışam buradan. Amma bura kəngəridir. Şükür məsləhətin Allahım. Kəngərli kəndindəyik. Artıq insan nəfəsi ilə isinən Kəngərli kəndində. Burada tikinti işləri aparılanda və cəmi bir neçə ev hazır olanda. Biz bura çəkilişə gəlmişdik. 2024-cü il noyabrın 29-u idi. Hazır olan bir neçə evə girdik, baxdıq, sizə də göstərdik. Kəngərli 22D nömrəli 4 otaqlı evin içərisini bütünlüklə gəzdik. Hələ onun pəncərəsindən bu gözəl dağlara da baxdıq. Nə gözəl mənzərəsi var dedik. Orada gəzərkən belə bir söz dedim. Bura mənim çox xoşuma gəldi. Sakinləri köçəndən sonra mən bu evə qonaq gələcəm. Kəngərli 22D. Bu evin sakinləri bura köçəndən sonra mən bura qonaq gələcəm.
Üstündən 3 ay keçdi, püşkatmalar oldu, evlər bölüşdürüldü. Həmin ev kəndin yaşlı sakinlərindən biri Ballı müəllimə və onun ailəsinə qismət oldu. Ballı müəlliməni hamınız tanıyırsınız. Ballı müəllimə dilindən, ağzından bal tökülən, dür tökülən bir ədəbiyyat müəlliməsidir. Və Kəngərli kəndinin açılışında Prezident İlham Əliyevin əlindən evinin ilk dəfə açarını alan sakinlərdən biri məhz odur. Onun həmin görüşdəki gözəl, möhtəşəm, təsirli, duyğusal və dərin anlamlı çıxışı da yəqin ki, hamınızın yadındadır. Ballı müəllimənin 76 yaşı var, ədəbiyyat müəlliməsidir və özü demişkən, özündən bir neçə yaş kiçik kənd sakinlərinin hamısına dəstəyib. İndi Ballı müəllimə öz ailəsi ilə Kəngərli 22D nömrəli evin sakinidir. Biz də öz vədimizə sadiq qalıb, onların evinə 22D nömrəli evə qonaq gəlmişik. Və bu sürprizdir. Qapılarını döyəcəyimizdən xəbərləri yoxdur. Hoş gördük. Qonaq istəyirsiniz? Hoş geldin ay gözəl. Xoş günlərinizə gələk, gözünüz aydın olsun. Sizi doğma yurdunuzda, evinizdə, kəndinizdə, obanızda xoş gördük. Sağ ol, çox sağ ol. Həmişə gözəl günlərinizə gələk. Sağ ol. Kəngərlinin təntənəsini çəkməyə gəlmisən, təntənəsi. Çox təşəkkür eləyirəm. Allah özü sizə can sağlığı. Biz sizə sürpriz edib qapınızı döydük. Maşallah. Çünki mən hələ siz bura köçməzdən də xeyli əvvəl, bu evlər bölüşdürülməmişdən xeyli əvvəl, burada çəkiliş eləyəndə bu evi gəzdim və dedim ki, mən buranı çox bəyəndim. Sakinləri köçəndə bura qonaq gələcəm. Və vədimə əməl eləyib qonaq gəlmişəm və çox sevinirəm ki, bu ev sizindir. Çox sevinirəm ki, bu ev sizin qismətinizə düşüb və mən gəlmişəm, sizin qapınızı döymüşəm. Bu çox böyük xoşbəxtlikdir. Allah sizə can sağlığı versin. Sizin kimi ağbirçəkləri bu elin obanın üstündən əski eləməsin. Çox sağ olun, çox təşəkkür eləyirəm. Allah sənə can sağlığı versin. Sən ki, bu təntənəni çəkirsən, buralar daş kəsək, elə bil ki, insan yerimək belə çətinləşdirən bir yurdudur. Neçə dəfələrlə təkrar eləmişəm, o vaxt baxanda dedim, ilahi, bu daş kəsəyi buradan hazırlayıb, torpağa aparıb, o tərəfə töküb burada nətər ev tikmək olar. Buranı nətər təmizləmək olar. Amma nətər təmizlədilər və tikdilər. Təmizləndi. Bax, Gülüzara çevrilib. İnan ki, Gülüstandır. Allah haqqı. Gəlin Saadət xanım, gəlin keçək içəri. Buralar hamısı sizə peşkəşdir. Allah evinizi var eləsin, elə deməyin. Həmişə xoş günlərinizə gələk. Sağ olun, Bəh, sağ olun, bəh, bəh, xoş bəh, gəlmişsən. bəh. İndi mən gördüyüm evdir, qəşəng bir saat asmışsınız bura. Özünüz kimi işıqlı, nurlu, gözəl. Sağ ol, sağ ol. Çox gözəl aurası var özünüz kimi evinizin də. Mən də sizə, sizin bu evinizə ilk gəlişim münasibəti ilə kiçik bir rəmzi hədiyyə gətirmişəm. Maşallah. Ümid eləyirəm ki, siz onu bəyənəcəksiniz. Ay maşallah. Baxın necə seçmişəm. Maşallah. Bəh. Halal olsun sən diqqətinə görə çox təşəkkür eləyirəm. Çox təşəkkür eləyirəm. Gəlin tamaşaçılarla da bölüşək bu hədiyyəni. Mən düşündüm ki, sizin bu kəndin açılışında bura ilk ayaq basan bir Kəngərli sakini kimi Cənab Prezidentlə görüşünüz və evinizin açarını ondan almağınızın bu əbədləşdirilmiş anı sizin evinizə ən gözəl hədiyyələrdən biri ola bilər. Bunu sizin üçün gətirdim və bu işıqlı evin işıqlı divarlarından birində dayansın və sizə həmişə o gözəl günü xatırlatsın. Sağ ol, təşəkkür edirəm sənə.